Salam aleykum qardaşlar. Bu günləri sizə 6 sotun içində ev və meşə satıram. Həqiqətən təqdim edirəm bu cür meşəli olan bir sahəni bir dənə fikir verin. Həqiqətən, yəni bu cür bağ axtaranlar nömrəmlə əlaqə saxlasın. Elə bir dənə bu ağacın ən doğrusunu Allah bilir, rahat bir 50 yaşı var. Ağaclıqdan boldur, maşallah, həqiqətən superdir. Evin yanı ümumiyyətlə var. Gör nə qədər nə boyda yeri var. Teras deyən qardaş. Dədə baba üslubunda tikilən evdir. Çox özü monolitli evdir. Çox moşnu bir evdir inşallah. Garajı var, yəni çəni var. Qardaş quyusu var. Yəni zanuzeli var orada Allah'ın. Bir dənə fikir verin. Yəni burada həqiqətən əlverişli bir torpaqdır. Kim əldə eləmək istəyirsə, mütləq ki bunu qaçırtmasın. Çox belə həqiqətən insafla tikilən bir. Yəni o vaxt da babalar həqiqətən gözəl üslubda, gözəl belə keyfiyyətdə tikiblər. Həyətdə ki, maşallah buna bax, bağçadır yəni. Kim bu cür həyət istəyirsə qardaşlar, evin təmiri zəifdir. İndi sizə göstərəcəm. Düz hal-hazırda yaşayışı var. Yəni alan adam təbii ki bunu istəsə əl gezdirə bilər. Piyaninamız da var. Bak, deməli, ümumi qonaq otağı belədir. Allah izniyle fikir verin. Təbii ki, yenə deyirəm, alan adam istəyər, yaşayar, istəyər, təmin edər, öz şəxsi fikridir. İnşallah öz zövqünə uyğun təmin edəcək. Bura yataqdır. Yenə deyirəm, ev, otaqlar hamısı iri-iridir. Bax, fikir verin. Yəni pəncərələrdən də bolluqdur. Yəni həqiqətən superdir. Orada mətbəxdir. Burada da iri bir evdir. Yəni iri yekə 8-in 4-ə yataqdır. Yəni burada biraz əşyalar qoydular. Bu heç bir götürüləcək. Canım siz üçün mətbəx otağı var, amma mətbəxin özü yoxdur. Yəni belə mebel cəhətdən, yəni kasıb insandır da. Allah kasıblara bərəkət versin. Amin. Burada da dolapçıları var, böyle qəşəng səliqə ilə. İndi kim istəyər, maşallah, Allah kasıblara bərəkət versin. Kim istəyər, təmin edər. Bax bu cür gözəl. Buna bax. Gör nə qədər pəncərəsi var, maşallah. Həqiqətən superdir. Bura hamam tualetdir. Bura hamam tualetdir. Bax belə ayaqlı və hamam. Yəni bu belə geniş bir sahəsi var. Bax belə. Aha, pişiyimiz də var. Yəni bu cür həyətə kim əldə eləmək istəyirsə, şirin suyu, sayğaçlarsa, hər şey tam qaydasında. Hər şey sənəd paket qubça. Ünvan Meşdağa, Nardaran massivi. Yəni yolu asfalt, çox gözəl bir məkandır. Çox gözəl. Buna bax. Bax talvarına bax. Hazır karkas deyir qardaş. Bir dənə, 2 dənə meynəni əkirsən, 1 ildən sonra üzümlüdür. Yəni həqiqətən superdir. Yəni mən şokdayım. Həqiqətən bu cür həyətlər nadir halda çıxır. Bütün konstruksiya dəmirdir. Yəni ay taxtadır, ay külyer, monolitdir. Təsəvvür edirsiniz. Yəni bu cür moşnu ev hər an düşmür adamın qabağına. Allah olmayanların qismət eləsin. Amin. Yəni kim istəyirsə bismillah. Nömrə ilə əlaqə saxlasın.